Davamlı köp, ishal və yaxud da qəbizlik yaşayırsınızsa, bu video sizin üçündür. Videoya sona qədər baxın. Əsas səbəblərdən biri bağırsaqlarımızla bağlıdır. Bağırsaqlarımızdakı zərərli və yaxud da faydalı bakteriyaların sayı ilə əlaqədardır. Elmi tədqiqatlar nəticəsində məlum olub ki, insan bağırsaqlarında təxminən 2 kiloqrama yaxın bakteriyalar yaşayır. Bunlardan bəziləri zərərli, bəziləri isə faydalıdır. Biz nə etməliyik? Faydalı bakteriyaların sayını artırmalıyıq. Əgər faydalı bakteriyalar zərərli bakteriyalardan azdırsa, bax bu problemlər köp, qəbizlik, ishal qaçınılmazdır. Xüsusilə antibiotiklərin qəbulundan sonra bağırsaqlarımızdakı faydalı bakteriyaların sayı kəskin şəkildə azalır. Hətta 30-40% bu bakteriyalar azalır və bunlar azalandan sonra da bizdə metabolizma düzgün işləmir, bağırsaqlarda sorulma düzgün işləmir və biz xəstə oluruq. Faydalı bakteriyaların sayını artırmaq üçün isə qidalara fikir vermək lazımdır. Şəkərli qidalardan uzaq durmaq lazımdır. Xüsusilə fast foodlardan uzaq durmaq lazımdır. Bunun əvəzinə xüsusilə tərəvəzlərlə, qatıqla, kefirlə, şorla qidalanmaq lazımdır ki, faydalı bakteriyalar artsın. Əlavə dəstək üçün isə tərkibində pro və prebiotiklər olan Simbiotik Pilusu sizə tövsiyə görə bilərəm. Dərman vasitəsi deyil, qida əlavəsidir. Qida Təhlükəsizliyi Agentliyindən də rəsmi sertifikat alıb keyfiyyətinə əmin ola bilərsiniz. Xüsusilə antibiotik qəbulundan sonra bunu qəbul etmək lazımdır ki, bağırsaqlarımızda olan faydalı bakteriyalar çoxalsın. Simbiotik Pilus eyni zamanda mikrobların çoxalmasının da qarşısını alır, qəbizliyi, ishalı və yaxud da köpü aradan qaldırır. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.